Hər kəsə salam, mən Hüseyn Salmanov. Bugün çox maraqlı bir konseptlə qarşınızdayıq. Videomuz nədən ibarətdir? Gecə saat neçədir? 00:30-dur, yəni birin yarısıdır. Biz çıxmışıq Bakıya. Gecə 12-dən sonra açıq olan əsasən fast food məkanlarına gedəcəyik. Yoxlayacaq görə gecə saat 12-dən sonra Bakıda hansı fast food məkanları var və gecə siz şəhərə çıxsanız harda yemək yeyə bilərsiniz. Maraqlı olacaq. Videoya başlamadan öncə bəyənməyi unutmayın. Bir də axtaraq görək nə var, nə yox. Biz də bilmirik. Bizim üçün də maraqlı olacaq. Getdik. Və hal-hazırda Nərimanovdayıq. Nərimanovda görək hara gedə bilərik. Birinci məkanımız hər kəsə tanış olan Nərimanovda yerləşən nənəmin təndiri fast food məkanıdır. Görək burada nə var, nə yeyə bilərik. Belə bir piraşkilərimiz var, xaçapuri var. Bir dənə zəhmət olmasa saskalı piraşki verərsiniz. Bir dənə də qutab verərsiniz də. Bundan verim belə çıxın. 70 qəpik və 80 qəpik. Birinci saskalı piraşkidən başlayaq. Soyuqdur, gələ bilərdim, işizlərdilər. Mənim səhvim oldu. İçində belə saska var. Götürək, qutabın da dadına baxaq. Bahar yarmarkasını yediyim qutabdan yanayam mən. O favori qutabımdır. O Gəncə qutabı deyirik də ona. Çox gözəl idi. Bu da yaxşıdır, pis deyil. Qiymət olaraq verəcəmsə, yəni saskalı piraşki soyuq olduğundan görə oradan biraz bal kəsəcəm. Biraz yox, bayağı bir bal kəsəcəm və biraz belə deyim, yeni bişmiş deyil. Çox güman ki, vitrində hazır vəziyyətdə saxlayırlar, tez müştərilərə vermək üçün. Bu da normaldır. Buna verəcəyim bal 3.5 olacaq. Qutaba verəcəyim bal 4 olar. Gəlin isə Google Map'də dəyərləndirməyə baxaq görək. 66 rəy üzərindən 4 bal alıbdır ki, bu da rəy sayı azdır, amma yəni qiymətləndirmə normal. Biz də qiymətimiz verib, biz məkana 4 verib. Bu arada saskalı piraşkini özlərinə desəz istif edəcəklər. Yəni elə yesəz daha yaxşı olar. Mən orada səhv elədim, gələk deyərdim. Rəyimizi yazaq. Deməli 4 bal verdik. Məkan Nərimanovda yol kənarında yerləşir. Gecə saatlarında xüsusilə piraşki qutab və digər yeməklərlə diqqət çəkir. Piraşki 50 qəpik, göyərti qutab 80 qəpik, saskalı piraşki 70 qəpik. Qiymətlərinə görə gecə acanlar üçün maraqlı seçimlərdən biri olar. Rəyimizi də yazdıq. İndi isə keçək növbəti məkana. İzləmədə qalın. Çox xahiş edirəm. Bizə dəstəyinizi göstərmək üçün də bəyənə bilərsiniz videonu. Gedək. Saat 00:53-dür. Bu məkanı sizlərə göstərməyi çox istəyirdim. 28-də yerləşir balıq ekmek. Mən hələ ki Bakıda verilən ən yaxşı balıq ekmeki burada yemişəm. Bura bir neçə dəfə gəlmişəm. Amma hal-hazırda 00:53-dür. Bağlıdır, saat 1-dir, bağlıdır, göstərə bilərəm. Baxaq görək burada başqa haralar açıqdır, harda yemək yeyə bilərik. Gecə 12-dən sonra açıq olan məkanlar lazımdır bizə. Siz də bilirsinizsə rəy bölməsində bu arada mütləq yaza bilərsiniz ki, filan məkan məsləhət görürəm, gecə 12-dən sonra açıq olur, ora gedə bilərsiniz. Biz də gəzək, fırlanaq, dolanaq görək hansı məkan açıqdır. Aha, burada Halil Usta, tantuni dönər var. Buradan bir dənə tantuni olaq, tantuninin dadına baxaq. Bir dənə lavaş yox, çörək tantuni, bir dənə də ətli köftə, bir dənə də ayran. 2 dənə ayran. Deməli, sifarişlərimiz hazırdır. Bu tantunidir, 5 manat 50 qəpik. Ətli köftə ekməkdir, bunun qiyməti 5 manatdır. Ayranlar da 1 manat 50 qəpik. Birinci köftədən başlayaq. Sözün açıq köftə ekmek yeyən ki, mən birinci Türkiyədə Qalata körpüsündə gecə saat 12-dən sonra bir qardaş var, həmişə 12-dən sonra qeyri-legal işləyirdi, ona görə 12-dən sonra gəlirdi. Orada yediyim çox bəyənmişdim, o möhtəşəm idi, amma burada da bəyəndim. Nə yaxşıdır? Əti çox yaxşıdır, həqiqətən yaxşı idi. Çörəyi çox gözəldir, xırt-xırtlıdır. Üzərinə vurulan sos falan vardı, yüngül var, az bir sos vururlar. Pomidor sosludur, nədir bilməm, o da çox gözəldir. Yəni bəyəndim, 4.5 verərəm. İndi isə tantuni dadına baxaq. Çörək tantuni. Mən Köz Halil Ustadan demək olar ki, tez-tez yeyirəm. Ən çox Nərimanovda otururum. Düzü videomda oranı bəyənməmişdim, amma burada məncə yaxşı olacaq. İstəyə görə soğanlı və soğansız da eləyə bilərsiniz. Tantuni yaxşıdır. Mən sadəcə çörəkdə sevmədiyimə görə səhv elədim, çörək deməzdim. Lavaşda sevirəm. Lavaşda da nəyə görə sevirəm? Lavaş nazik olur deyə içərisindəki tantuni daha yaxşı hiss eləmək olur. Ona görə həmişə sifariş verəndə lavaşda verirəm. Mən səhv eləmirəmsə favori tantuni yediyim məkan. Məsələn, videonun altında bir yerdə qeyd edəcəm. Ora da hələ ki favori məkan, amma burada çox yaxşıdır, pis deyil. Məsləhət görə bilərəm, gələ bilərsiniz. Tantuni də bəyəndim. Tantunə verəcəyim bal 4 olar. Deməli, Google Map'də də 322 rəy üzərindən 4 bal alıb. Bu da yaxşı nəticədir. Biz də öz rəyimizi yazaq. Bu arada biz bu məkana rəy bildirmişdik. Amma Nərimanov filialından dadına baxmışıq. Nərimanov filialı Google Map'də olmadığına görə bu məkan üçün fikir bildirmişdik. Amma bu filialda 28-də mən tantuni açığı bəyəndim. Çörəkli yedim. Yağlıq falan yox idi. İşçi kollektiv də çox yaxşı idi. Mehriban idilər. Gülər üzlülər, gəldilər, normal qarşıladılar, danışdılar, yola saldılar belə deyim. Hər şey orada qaydasındaydı. Ona görə bura təkrar rəy yaza bilmirəm, amma mən belə rəyimi sizə bildirim. Köftə ekmek 5 manat, tantuni 5 manat 50 qəpik idi. Köftə ekmeyi çox bəyəndim. Həqiqətən çox yaxşı idi köftə ekmeyi. Tantuni də gözəl idi, pis deyildi. Məsləhət görərəm. Gecə açıq olan məkanlara getmək istəyirsə, bura məncə gələ bilərsiniz, yəni razı qalarsınız. Getdik növbəti məkana. Gəldik, 4-cü məkanımız olaq. 2-ci məkan bağlı idi. Avtoş dönərdən sifariş verək görək, dadı necədir.
Avtoş dönərdən də dönərimi sifariş verdim. Ətli dönərdir, çörəkdədir. Qiyməti də 3 manat 50 qəpikdir. Bura maraqlıdır. Maşınla gəlirlər, saxlayırlar maşınların, sifariş verirlər, dönər yeyirlər. Mən də tələbə vaxtı buralara tez-tez gəlirdim. Saat 01:34-dür, 2-nin yarısıdır və biz sizlər üçün video çəkirik. Siz evinizdə rahat oturursunuz, yatırsınız, biz görürsünüz, yuxusuz qalırıq, sizin üçün edir hər şey. Ona görə nə etmək lazımdır? Bəyənmək lazımdır. Dönərimizi sifariş verdik, 3 manat 50 qəpikdə Avtoş dönərdir. Targovda yerləşir deyə. Mən tələbə vaxtı qeyd elədim videoda, bura tez-tez gəlirdim. Maraqlı yerdir, maşını saxlayırsan, hamısı cavan oğlanlardır. Yəni məsləhət görərəm, bura gecə gələ bilərsiniz. Avtoş dönərdən dönərimizi yedik. Mən bu məkan üçün verəcəyim bal 4 olacaqdı. Yediyim ən yaxşı dönər deyil. Mənim favori dönərim hələ ki Şeyxdə yediyim, Qaraçuxurda Şeyx restoranında yediyim dönərdir. Amma bu məkanda dönəri yaxşıdır. Google Map'də də 238 rəy üzərindən 4.2 bal aldı ki, bu da çox yaxşı bir nəticədir həqiqətən. Biz də öz rəyimizi verək. Bal 4 bal veririk. Qidaya 4, xidmətə 4, atmosferə 5 bal veririk. Çünki atmosfer həqiqətən yaxşıdır. Yəni əyləşmirsiniz, eləmirsiniz, amma belə deyim, axşam vaxtı 12-dən sonra gəlib fast food yeməyi, dönər yeyəcəyiniz məkanlardan biri ola bilər deyim. Listənizə əlavə eləyə bilərsiniz. Öz rəyimizdə yazırıq. Avtoş dönər sifariş etdim. Ətli dönər qiyməti 3 manat 50 qəpikdir. Məkanın ortamı gözəldir. Dönərin dadı da yaxşıdır. Sınamağa dəyər, məsləhət görürəm. Şəklimizi əlavə edirik və keçirik növbəti məkana getdik. Targovda saat 1 olmağına baxmayaraq normal olaraq əksər məkanlar açıqdır. Təbii ki, Targovda bu vaxt əksər məkanlar açıqdır. Harada saat 2 olur. Amma biz baxacağıq görə hansı daha uyğundursa sizlər üçün onu çəkib göstərək. O qarşı tərəf Targovun içəri tərəfləridir. Ara küçələrdən deyək ki, üzü hansı tərəfə gəlirik, onu bilmirəm, amma qış parkı tərəfə gəlirik. Bu arada, bax buradadır, qarşıdadır həmin məkan. Grill verirlər, kebablar verirlər, dürüm verirlər. Yəni maraqlı bir yerdir mənə görə. Gedə sifarişimizi verir. Ona bir dənə ətli ləsi verərsiniz, çörək arası. 1 manat akruşka, 3 manat 50 qəpik, lülə çörək arası. Zəhmət olmasa bir dənə hazırlayaq, olar mı? Çox sağ ol. Deməli, məkanın adı Amin Kebab evidir, Targovda yerləşir. Əyləşib də yemək yeyə bilərsiniz, içərisi belədir. Belə bir xudmanı yerdir, çox şirindir, mən bəyəndim. Çörək arası lüləmiz də gəldi. Burada demək olar ki, istənilən yemək çörək arası eləyib verirlər. Dadına baxın ki, dad necədir. Dadına baxdım, mən bura böyük təəssüratlarla gəlmişdim ki, açığı çox bəyənəcəm, çox xoşuma gələcək. Amma təəssüf ki, gözləntilərimin bayağı bir altında oldu. Biraz məyus oldum sözün açıq. Məkan interior olaraq möhtəşəmdir. Belə yəni təmiri falan çox pisdir sözsüz ki, amma bayraqlardır, pullardır, belə şəkillərdir falan özü də videoda görürüz, çox gözəl görsənir. Akruşkaları çox qəşəng. 5. Həqiqətən mən akruşka sevən biriyəm. Akruşkalarını dəhşət çox bəyəndim. Amma yediyim çörək arası lülə kebabı bəyənmədim. Lülə kebabı verəcəyim bal 3 olar. Akruşkaya verəcəyim bal isə 5 olar. Məkanın şirinliyinə verəcəyim bal da 5 olar. Çox gözəldir. Qiymətlər də bu arada çox yaxşı. Targovda olmağına baxmayaraq 3 manat 50 qəpiyə çörək arası belə bir lülə kebab hər yerdə yeyə bilmərsiniz açığı. Qiymətləri çox yaxşı. Saat da 02:14-dür, yəni 3 işləyir 14 dəqiqə. Biz hələ də sizin üçün video çəkirik. Google Map'də də dəyərləndirmə baxaq, öz rəyimizi də bildirək. Google Map'də Amin Kebab evi 113 rəy üzərindən 3.6 bal alıbdır ki, düşünürəm ki, həqiqətən mən dediyim balla uyğundur. Yəni mən də özüm bu məkana verəcəyim bal 3 olar. Burada da 3.6-dır. İndi ola bilər digər yeməkləri olsun, toyuqdur, ciyərdir, ürəkli yaxşı olsun, amma mən şəxsən bunu bəyənmədim. Bəlkə də mənim bəxtimdəndir, bilmirəm. Rəyimizi də yazdıq. Burada bir yerlər bizim rəyimizdə görəcəksiniz. İndi isə keçirik, növbəti məkana getdik. Deməli, kommentlərdə çox oxuyurdum. Seyidin dönərin yoxluğu. Təsadüfən Targovda Seyidin dönərini gördüm. Dedi buradan sifariş verək. Ət dönəri sifariş verdik çörəkdə. Dadına baxaq görə necədir. Məkan da buradır. Bir dənə ət zəhmət olmasa. Sprite verin də bir dənə zəhmət olmasa. Deməli Seyidin dönərindən də çıxdıq. 2 manat 50 qəpik idi dönərin qiyməti. Tamam, açığı mən bəyənmədim, amma verəcəyim bal 3 olacaqdı. Kommentlərdə Seyidin dönərini çox yazırdınız. Ola bilər siz Targovda olanı yox, digər Nərimanovda, Gənclikdə olan Seyidin dönərini deyirsiniz. Bunda kommentlərdə vurğun hansını dediyinizi. Bura verəcəyim bal 3 bal olacaqdı. Google Map'də də baxıram. Seyidin dönəri imenini biz yediyimiz məkanı tapa bilmədim Google Map'də. Ona görə fikir bildirə bilməyəcəm, rəy yazmayacağam çünki digər məkanlar ola bilər. Amma Seyidin dönəri yazanda hardasa 1, 2, 3, 4, 5 dənə məkan çıxır, fərqli məkanlar. Videonu sonlandırmırıq. Keçisi ümumi bir məkanlar haqqında fikrimi bildirim. İzləmədə qalın, bəyənməyi də unutmayın. Bu arada gedirdik, videonu sonlandırmışdıq. Qarşımıza belə bir Elxanoğlu məkan çıxdı. İçərini çəkib göstərəcəm. Burada gəlsəz, baş çəkə bilərsiniz. Belə bir şirniyyatlardır, desertlərdir, piraşkidir.
Burada da qutab yəqin ki verirlər, amma hal-hazırda yoxdur. Yəqin ki qutabı deyirsiniz, hazırlayıb verirlər, istif verirlər. Burada maraqlı məkandır. Artıq biz kifayət qədər yeyib doyduğumuz üçün buradan hər hansısa bir kadrı çəkməyəcəyik. Sadəcə sizlərə göstərmək üçün çəkdik. Deməli bugün 5 məkanda olduq. Birinci getdiyimiz məkan Nənəmin təndiri. İkinci getdiyimiz məkan Balıq Ekmek idi ki, ora yox idi, nəzərə almırıq. Sonra Köz Halil Usta ikinci getdiyimiz məkan. Üçüncü getdiyimiz məkan Avtoş dönər. Dördüncü getdiyimiz məkan Amin Kebab evi. Beşinci getdiyimiz məkan isə Seyidin dönəri. Qeyd edim ki, Targov deyiləcən Seyidin dönəri. Çünki digər filiallar da var. Filial yox daha doğrusu, digər məkanlar var. Ayrı-ayrı adamlar işləyir, yəni eyni filial deyil. Mənim sıralamam bu 5 məkan arasında 5-ci yerə qoyacağam Seyidin dönəri, 4-cü yerə qoyacağam Amin Kebab evi, 3-cü yerə qoyacağım məkan Nənəmin təndiri, 2-ci yerə qoyacağım məkan Avtoş dönər, 1-ci yerə qoyacağım məkan isə Köz Halil Usta. Birinci yer nəyə görə bəyəndim? Həm ortam olaraq yaxşıdır, 28-li küçələri falan maraqlıdır, gecə yəni orada rahatlıqla yemək yeyə bilərsiniz. Həm də həqiqətən də köftə ekməklə tantuni yaxşı idi, bəyəndim. Listənizə ilk 3 məkanı əlavə edə bilərsiniz. Hətta qeyd edib hansı məkanlara gedə bilərsiniz. Balıq Ekmek mütləq ora gedin, sınayın mütləq. Köz Halil Usta və Avtoş dönər bu məkanlara gedə bilərsiniz. Sizin də önerəcəyiniz məkanlar varsa mütləq rəy bölməsində yazın. Kommentlərinizi, rəylərinizi gözləyirəm. Videoyu bəyənərək dəstəyinizi göstərə bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək hələlik.